Salam müəllimlər, şagirdlər və izləyicilər. Bugün mən sizə 2025-ci ildə müəllimlər üçün keçirilmiş Zəfər Olimpiyadasının növbəti sualın izahını verəcəyəm. Məsələyə baxaq. A, B və C rasional ədədlərdir və hər bir müsbət tam n ədədi üçün verilmiş ifadə doğrudur. Elə qarşılıqlı sadə müsbət P və Q ədədləri var ki, C bərabərdir mənfi P bölünsün Q-yə. P üstəgəl 10Q ifadəsinin qiymətini tapın. Bunun üçün biz hazır eyniliklərdən istifadə edəcəyik. 1/4-dən n/4-ə qədər ardıcıl ədədlərin cəmi yazırıq. 1/4 üstə gəlinsin 2/4 üstə gəlinsin n/4 bərabərdir. Yəni bərabər olur n vurulsun n plus 1 vurulsun 2n plus 1 vurulsun 3n kvadratı plus 3n minus 1 bölünsün 30. 1-in kvadratından ardıcıl olaraq n-in kvadratına kimi ədədlərin cəmi isə bu cəm isə n vurulsun n plus 1 vurulsun 2n plus 1 bölünsün 6 düsturu ilə hesablanır. İndi bu ifadələrin nisbətini yazaq. Yəni birinci ifadənin qiymətini ikinci ifadənin qiymətinə bölək. Bu zaman n plus 1, 2n plus 1. Hər iki kəsirdə ixtisar gedir. 30 ilə 6 ixtisar gedir. Qalır 5. Bərabər olur 3n kvadratı plus 3n minus 1 bölünsün 5-ə. Bu da bərabərdir məsələdə verilən ifadə. Yəni a-n kvadratı plus b-n plus c. Sürətdəki ifadəni məxrəzdəki 5-ə ayrı-ayrı bölüb toplasaq. Buradan eynilikdən əmsalları bərabərləşdiririk. A bərabər 5-də 3-ə, B bərabər 5-də 3-ə, C bərabər mənfi 5-də 1-ə. Məsələnin şərtində yazılıb ki, C bərabərdir mənfi P bölünsün Q-yə. Hər tərəfin mənfi 1-ə vursaq, P bölünsün Q 5-də 1 alınar. 5 ilə 1 qarşılıqlı sadə ədədlərdir. Bu da məsələnin şərtini ödəyir. P bərabər 1, Q bərabər 5. O zaman P üstəgəl 10Q ifadəsi bərabər olar 1 üstəgəl 10 vur 5, o da bərabər 51. Sağ olun.